Herkese salamlar. Bir gün bir ana şikayət edir ki, qızı övladı onun sözünə qulaq asmır. Mən də deyirəm ki, sən artıq dişlərini ona saydırıbsan. Yəni o sənin bütün xüsusiyyətlərini bilir və harda ayaq basacağını, harda istədiyini əldə edəcəyini və necə eləsə, necə edəcəyini çox gözəl bilir. Həm də deyirəm ardıcıl deyilsən. Bugün bunu edəndə başqa cür yanaşma göstərsən, sabah bir başqa cür. Məsələn, bir misalla da göstərim. Parka gedibsiz, uşağa deyirsiniz ki, bax bu 5 manatı verirəm və bu 5 manatı xərcləyəcəksən. Bundan artıq pul verməyəcəm. Uşaq gedir, istədiyini eləyir, gəlir və pul qutarır və gəlir başlayır ağlamağa, ayağını yerə vurmağa, deyir ki, mən filan şeyi də istəyirəm. Siz artıq burada boşluq göstərib, geri durub, artıq pul versəniz, bitdi. O artıq bilir ki, istədiyini necə edə bilər. Yaxud bir qohum uşağa mən deyirəm ki, filan kəs, sən niyə yalan danışırsan? Deyir ki, bəs mən doğruları deyəndə atamla anam hirslənir. Necə ki, cəmiyyətə yalanlarla yaşamaq əl verir. Bax, bütün bu yalanların kökü hardan gəlir? Ailələrdən. Öz uşaqlarına yalan danışan en qədər valideyn var. Öz uşağına da yalan danışırsansa, sən dürüstlüyün hardadır? Başqa bir misal göstərim. Bakıda qızımla onun yaxınlar, tanışları var idi. Hamısı da kitab adamlarıdır. Getmişik bir yerdə oturub yemək yeyirik. Hər kəs öz istədiyini sifariş verdi və orada 2 ana var idi. Onların da hardasa 2-3-cü siniflərdə, 5-ci, 6-cı siniflərdə belə oxuyan hər birinin bir oğlan övladı var idi. Bir ananın uşağı qəşəngcə nə istədiyini sifariş verdi. Çox səliqə ilə gözəl də yedi. İkinci ananın uşağı isə əvvəlcə bir şirniyyat kimi bir şey, qəribə bir yemək sifariş verdi. Yəni baha idi. İçində toyuq kimi eşələndi. Yəninə doğru düzgün yemədi. Sonra da dedi ki, o bir uşağın sifariş verdiyini istəyirəm. Anası onu da sifariş verdi və hər ikisini çox tərbiyəsiz şəkildə iciquculayıb qoydu. Mən çox görmüşəm. Yəni ortadan başlayırlar, hardan gəldi yeməyə, valideynlər də heç fikir vermirlər. Halbuki o yeməyi bəyənməsə, kənarından yeyir, görür bəyənmir, digərləri bəyənə bilərdi. Yəni burada qadın öz əməyinə, yəni o əziyyətlə qazandığı pula da qiymət vermir və bu özünə dəyər verməyən, öz əməyinə dəyər verməyən uşağını da öyrədə bilməz və gələcəkdə uşağından şikayətlənən də belə analar olacaqdır. Ona görə də dişlərinizi saydırmayın, saydırırsınızsa da elə saydırın ki, dişləriniz gələcəkdə sınmasın və sizin dəyər prinsipləriniz, sizin öz prinsiplərinizdə möhkəm durmağınız gələcəkdə uşağınıza da o duruşu öyrədir və uşaq heç vaxt həyatda aciz qalmayacaq, həmişə bir çıxış yolu tapacaq həyatda. Özü də o duruşu sərgiləyəcək. Mənim də vaxt olub ki, demişəm bu belə olacaq. Sonra ürəyim, içim cız eləyib, yanıb qovrulmuşam, amma bir addım geri durmamışam.